Dəvət istiyor, al onu əzəndə daha şey. Ədviyyat istəyirəm, amma bilmirəm onu hardan alım. Biraz baha deyil ədviyyatlar. Mağazına baxırsan, ilahi, ədviyyata bir qiymət qoyurlar. Adamın ağzı çaşır ki, ədviyyat nədir ki, sən onu o qədər baha satırsan? Yəni, ədviyyat niyə belə bahalı şeydir? Arazi uşaqları 50K-da. Kızım deyir, onun sabah imtihanı yoxdur. Var. Mən keçən səfərki imtihanımı da heç nə hazırlaşmadan 72 balımı aldım. Elə adıma uyğun. Kartoşkanı iri atacağım. Bu iri. İri olanda da yiyəcəmsə, yiyəndə baxırsan ki, dadı var. Əlimdən. Və mənim ürəyim partlayır, axı, necə rahatdır. Allah haqqı. Mən 17 bal gözlüyordum, sağ olsun, müəllim yüksək yazdım ha. Süzgəç götürüm qoyum. Bunun suyu az deyil, işləyən bunun suyuyla əmələ gəlməyəcək. Koyuyorum. Onun suyundan koy biraz töküm. Kalanına da şey tökerim. Tamamızda tuz vurum. Sos tutsa bu suyu çəkiləcək. Kartoşka pişənə kimi. Kartoşka bütün suya girdi. Şöyle, renginə bax, Ela da best. Hepsini köşe. $50K oldu. Değil mi? Aras süpermarketlerinde inanılmaz indirimler. Kristallık hücum maddelerimiz sadece 1 manat 58 qəpik. İndirimlerimizden yararlanmak için tələsin. Siz harda? Aras orada. Bunu yuyacağım aşağılar, indi yuyacağım. 48K'ymış özdə, 50K döymüş. Gör, mənə Allah'dız eləmi? Bravo da eyni şeydi. Metrodakı qızı deyil. Əziz Bakılılar və şəhərimizin qonaqları, Bakı metropoliteninin stansiyaları səhər saat 6-dan gecə saat 00-da xidmətinizdədir. Sizdən xahiş olunur ki, eskalatorda hərəkət edərkən üzü hərəkət istiqamətində sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Ötüb keçmək lazım gələrsə, soldan keçin, sürahidən tutun, eskalatorun hərəkətsiz hissələrinə toxunmayın, pilləkənlərdə oturmaq və əşyalar qoymaq olmaz. Bu oxşamada oxşamayacaqdan, mən qız mı səs çıxardır deyəm? Əziz Bakılılar və şəhərimizin qonaqları, Bakı metropoliteninin stansiyaları səhər saat 6-dan gecə saat 00-da xidmətinizdədir. Sizdən xahiş olunur ki, eskalatorda hərəkət edərkən üzü hərəkət istiqamətində sağ tərəfdə dayanın. Sol tərəfi keçid üçün boş saxlayın. Ötüb keçmək lazım gələrsə soldan keçin.
Sürahidən tutun. Eskalatorun hərəkətsiz hissələrinə toxunmayın. Pilləkənlərdə oturmaq və əşyalar qoymaq olmaz. Uşaqlarınızın əlindən tutun. Körpələri qucağınızda saxlayın. Eskalatordan düşərkən ləngiməyin. Diqqətiniz üçün sağ olun. Allah haqqıcım, Nazhan. Gördünüz mü uşaqlar? Yumruq qağı məni gətirib İstanbula. Həkkimi. Ay sən Allah, bir də gördüm mənlə paylaşırlar orada. Ya sıx, çirin, bir də mənə ilə paylaşırlar demeyin. Kartoşka pişsin. Qazanı da axırda yiyəcəm, mən belə eləyəmirəm. Gözləyirəm sən aşı yesin, sonra da qazanı yum. Çörəyə çıxardım. Salam qaqa. Salam. Ayda, mənim pomidorum zat heç nəyəm yoxdur ya. Mən qeyb onları almalıyım. Pomidor zat olmalıyım. Qoy su qaynasın, sonra yavaş qoyacağım. Kartoşkası pişsin. Yox, suyu çoxdur. Qoy bəz qaynayan fason olsun ki, yaxşı tez pişsin. Suyu da buxaransın. Bu qədər soku çox olacaq. Kakao da. Это... Как называется? Bozartma tipli də, sous. Мясной соус. Hə. Yüngülvari suallara baxmışam. Mən bunu nə ilə yiyəcəm ay uşaqlar, zarafatsız. Pomidorum da yox deyil. Hə, qoy göy şeydir. Allah eləyə bu göy xarab olmuyor. İçində biraz qala. Bunu istifadə eləmək olar mı? Köpək olan xaladenikinin gücünə baxıyıq. Bəlkə 2 həftədir bu buradadır, heç nə olmuyubdur. Bəsdir bu qədər göy, çox da göy şey eləmək istəmirəm. Turşu göndərirsiniz mi? Əslində istəmirəm, yox. Bilirsiniz niyə? Çünki turşuyu mən çox istifadə eləyəndə gecə səhərə mədəm yanır. Ona görə. Buğlama oldu, olsun da. Nə olasın, dayır. Qoy buğlama olsun. Nə fərqi var? Əsas odur, nə olacaq? Yekunda dadlı bir şey çıxır. Geçən səfər də belə pişirmişdim, çox qəşəng dadılmışdı. O ki, əti sən axıra qədər qaynadırsan, çoxlu qaynadırsan, 2 saat, 2 saat yarım. Onda çox ləzzətli bir şey çıxır ortaya. Həqqi ləzzətli olur. İşte maaşı bir bar da qatardım, var imiş. Mən sevginin xəstəsiyəm, haram aşkın nəsiyəm, hərdən armasam da, mən xəstəsiyəm. Я говорю на азербайджанском языке. Что, непонятно, что ли? Həm yuxudur, həm də gerçək, həm səhərdir, həm də gecə. Heç bilmirəm bir qədəmə, 2 dünyası böləcək. Başdan fırlanır, ayrılır, yürek odlanır, can yanır. Vaş yazık. Bu bizim toz ləhcəmizdir, ha? Biz belə danışırıq. Bu bizim özümüzə özgü bir dildir. Mən sevginin xəstəsiyəm, halal eşq nəğməsiyəm, hərdən armasam da, onun xəstəsiyəm. İndi yeməyin gözəlliyinə bax. Bu imtihan məni həqiqə sevindirdi, toba. Dünya ilə bil büyüm mənimdir, danam. İndi sabah da biraz yef yazıb sevinsəm, mənə yaxşı olardı. Ya mənim qıl bəxtim var, ya da ki mənim nə bilim. Yox, Allah mənə zarafatsız çox istəyir deyən. Qıl bəxtim var. Qadar hanım, bizim heç bir... Günü nə olub deyil? Nə temadır? Sevgilim seylə çıxar, məhəlik baharı, açır qəlbimizin ən gözəl arzuları. Salam gözəl alam, sərgə səndə hardadır? Mamadan. Anamdan keçib ay uşaqlar. Anam çox sərəqəli qadındır, ona görə.
Ad arvadın yoxdur, sən yığışdıysan oranı. Yox. Nəyəsə arvad? 20 yaşım var, bir dəqiqə arvad alan vaxtımdır mən. Cəmat bir dəqiqə hoqqa verir. Mənim də evim var, indi rahat özüm yığıram, bir şey eləyirəm. Həm yuxudur, həm də o nə səsliyə çöldən gəlir, qapıyı da açıq qoymuşam. Ay Allah, nə gözəl hava var. İlahi. Soyuq hava yoxdur, uşaqlar, çox qəşəngdir. Buna baxın, bu maşınlar deyən satdıq dilə. Gözlə. Baxın, təzəcə bura bir elə maşın yığıblar. Bez nomerdir, özü deyən satdıq da, salafandır. Nə yaxşı deyə bir sədərəkdir. Kim götürün birini gəlim. Hansını götürüm uşaqlar, birini seçin görüm. Həncərsən, yaxşıyam, hansına tərəf. Hansını istəyirsiniz? Bundan istəyirsən, bundan istəyirsən. Hansı maşından istəyirsə, bir dəqiqə qaqanız götürsün, ağı götür. Gelin bir dənə hündür ağı götürüm. Gelin götürüm gəlin. Balkona sığacaq mı? Sığmaz balkona. Qoyardım bura. Bu orada qalsın. Bürcüm xərçəng. Hirdalandı. Yes, hirdalan. Öz evində bəli. Gəl məni də götür. Yetim bozartma yandı, məni yığ. Nə yığım mən? Bozartma pişirirəm, bax. Qabırtan təftə qalsın. Hirdalanda at heykəli tərəfdə uşaqlar. Canlı azlar. Sən niyə pişirirdin ki? Yanırdı. Biraz ağzını açıq qoyaq ki, buxaransın. Tam mən də pişirirəm da, 5 dəqiqə çəkmədi. Prosto yuxudan durandan düzəltdi, qoydum, ət qaynadı özü üçün. Всё. Hamısını bir ətə yağda soğanda qoyursan, ətin suyunu əlavə verirsən, kartofunu da qoyursan axırda qutardı getdi. Xodu çox döpsə kartof pişəcək. Əti pilə kimidir uşaqlar. Əti bu dəqiqə qırılacaq. Mal ətidir yoxsa mal əti, mal. Danadır. Qoca ət deyil, danadır. Bunun suyu çəkilsin istəyirəm, çox var. Yox, öz evimdə. Nə var? İç söz falan var, o tərəfdə bilmirəm. Yağlı, yağsız. Sən mazutla pişirəsən, deyirəm, yağla pişirmişəm da. Hə, ət yağlı, yağsız. Yağsız. Mən cılxa belə şey ət xoşlayıram da, nə? Qara ət. İmtahanı verdim, bəli uşaqlar. İmtahandan mən 17 balı zorla gözlədiyim halda müəllimə 35 yazıb mənə zərbəciliyə yol açdı. Sağ olsun o müəllimə. Semestr boyu bir-birimizi təhqir eləmiş, amma sağ olsun. Anasından tozdu. İşləyirsiniz, yox. Nə oxumusan? Heç nə oxumuram, gedirəm elə. Nə gəldi yazıram, keçirəm, yəni bəxtim var. Nə yazdı keçmirəm də, yəni öz sözlərimlə elə yazıram ki, müəllimə deyir, ooo, domates çorbası. Yox, qoy ağzını örtün, kartof bulunda pişsin. Kartofun yoxsa yarısı suya girməyibdir. Müəllim sənə baxır. Baxsın da, nə olasın? İmtahan qədər neçə idi? İmtahana girmişim 37. Çox az idi. İlk dəfə də belə aşağı yığmışdım. Bu semestr. Ailədə kimsə namaz qılırmı? Ailədə elə bir dənə mənəm, bir dənə babamdır. Qutardı getdi. O da nə mən qılıram, nə bir şey. Mən imtahandan imtahana telefon ekranına ayəti kürsüyü qoyuram. Astanovkada gözləyirəm də avtobusu. Ha vaxt ayəti kürsüyü oxuyuram, imtahana getməmişdən əvvəl. İmtahanı da yaxşı keçirəm, avtobus da tez gəlir, basa-bas olmur. Rahat gəlir. Onda dindar olun. İnşallah qazan atsam suyu buxarlanmayacaq da. Bunun deşiyi yoxdur. O deşikli qapaqlardan deyil. Sırf şüşədir. İçində də qalır bu. Onda namaza qıl qardaş. Nə bilim, o qədər inanmıram mən dinə, imana. Bir Allaha inanıram. Bir də ayət kürsüyə. Başqa şeydə, zada, belə şey, başımı bıraxın. Mən elə şeylə inanmıyorum. İstəyirəm, bura qayda su olur. Mən bilirsən, o günləri arvad türkü, yeməkdən o günləri arvad türkü çıxmışdı.
yeməyindən, mənim yeməyimdən arvad tükü çıxmışdı. Mən mümkün deyil uşaqlar, mənim yeməyimdən arvad tükü çıxar. Evdə arvad yoxdur. Həm də inanmıram ki, bax mənim nə mamamın saçı heç vaxt çıxmır mənim yeməyimdən. Nə mənim öz saçım düşmübdü yeməyə. Ay təmizdir. Bax hər yer təmizdir da. Bir dənə tostlara elib yenə silmək lazımdır yenə də. Bu nədir bura qırmızı renkdə düşüb mən bilmirəm. Getdi. Qapı daşıma peşmansan da bir dənə kəpənək dümbələk kimi fırrar evin içində bir saat. Öldürə də bilmirsən. Çünki bir yanı Rusdur. Ruslar inanmırmı diniyəm ona? Ruslar da şeydir ha. Kuşkan biraz aral var. Araldır tutar. Suyu çəkiləcəksə. Bankaya suyu necə süzürsən? Bax, bunu götürürsən bankanı. Bir dənə 3 litrik bidon götürdün. Eləmi? Tozluyam. Takip atanlar təşəkkür edin. Bunun içinə pambığı dilirsən. Hələ ki pambıq təmizdir. Bu başını kəsilsən, все, qutardı getdi. Böyle doldurum biraz daha. Axır vaxtda suyu çox az içirəm. Bax, yuxudan durandan heç mən su içməmişəm. Bir stəkan çay içmişəm, çayla mürəbbə içmişəm, все. Su içməmişəm heç. Gərək su da içək. Aras süpermarketlerinde inanılmaz indirimler. Kristal X hücum maddelerimiz sadece 1 manat 58 gibi. İndirimlerimizden yararlanmak için tələsin. Siz orada, Aras orada. Nənəm Rusdur, nənəm yar Rusdur. Nənəm metisdir da nələ. İxtisasım dövlət və bələdiyyə idarə etməsi. Necə yəni atan Rusdur? Atam Rus deyil uşaqlar. Bax, başa sağlam. Nənəm, ata nənəmin anası xalis mulis Ruskadır. Ruska deyil də, yəni Rusdur. Amma atası Azərbaycanlıdır nənəmin. O da elə çıxır ki, mənim nənəm 50% Azərbaycanlı, 50% Rusdur. Atam 25% Rus, 75% Azərbaycanlıdır. Məndə də elə çıxır ki, 12,5 saat bax belə hardasa mən Rusam. Məndən sonraki nəsillərdə metislik gedəcək. İmtahan gələndə nə duasıdır? İmtahana ayət-i kürsü. Ayət-i kürsü oxuyla, o səs kim? Mənim səsimdən. Heç arazda o səsi çıxardan səsi mənim səsimdən yaxşı deyil. Elə bir dalla qaçırlar onu. Takip atsaq çox gözəl olardı. 20.300 olmuş ama biraz dolar. Oxşuysan Rusa. Var yüngül var, oxşarlığım var. Elə danış. Sağ ol, nəhə takip etənə təşəkkür edirəm. Nə qəşəkdə hesablayır. Tozun özünəm, kətdə döləm. Bankaya suyu doldurub nə var sən içinəcə? Süzülür dana. Baxma, içini zirdi-zirvili olur. Rayon suyu təmiz olur. Bakı suyu Allah güzəməz. Az qalırlar da kanalizasiyanda qayda filtrəyib bizə versinlər. Bir dəfə süzgəçdən çəksinlər ki, alaya zəhərən cəhənnəm olur. Bir dəfə danış ekranları çəksinlər. Çəkmirlər dana. Ekran tıkı bir də 70, yox 80-də deyəcəm. 101K eləyim dana. 45 dəqiqədə parti canlıdayıq, amma 101K olmayıb. Ukraynadan salam. Aleykümə salam. Həm də dadı yoxdur bu ancaq. Çay dadı olur. Həm də atamın anası Rus olur. Nə gözəl. Nəyəm tarifmən şeydə. Evdə filtr yoxdur mu? Yox. Mənə buradan bir yazmışdılar ki, gəl sizə filtr qoşaq. Bax buraya dana. Buraya bir dənə filtr qoşacaqlar, belə duracaq. Sonra da yoxa çıxdılar. Qoşsalar idi, yaxşı olar. Sən danış çağıracaqlar. Danışıram, dana gündə neçə də danışıram videolarımda. Biri 350 min tutubdu, biri 100 neçə min tutubdu. Amma nə olsun? Bu dəqiqələ şeyə baxan mı var? Suni intellektlə eləyirlər. Qoşturma, yalandır. Niyə? Öz evinizdə. Ən gözəli bir sizin ağarasan uşaqlar. Çay qaynadırsan, qaynadandan sonra da bir dəfə süzürsən, qutardı getdi. Onsuz suyu qaynadandan sonra filtrəzada da ehtiyac yoxdur. Çaynikin dibindən çökür hamısı, içirsən. Sonra da çayniki yaxala qutarsın geçsin. Ən gözəli odur. Yemək hələ pişir. Bunu deyən suyu çəkilir. Rənginə bax, təbii üsullarla rənginə bax. Bu çalafır oldu deyə.
Keçən səfər bir borş pişirmişdim. Borşa oxşuyur. Otur, dincəl. Xodu aşağıda aşağılar. Bu qaz niyə belə eləyir həqqı? Niyə belə rəngdədir bu qaz? Hə, pişdi. Az qaldı. Yox, power deyiləm. Prosto özüm hazırlayıram deyə yeməyə. Elə adımın da qırağına ona görə şeylər eləmişəm. Mənim canımda ancaq ev yığmaq, nə bilim, belə eləmək, belə şeylər. Bir stəkan sütü, kartof pişsin. Yox, kartof pişəcək. Pişibdir də paşdı. İstəmirəm daha. Bəlkə səslə danış. Sağ ol, ay canciyər, öpürəm səni. Uşaqlar, bu canciyərdə bir sizinlə normal bir dənə yeməklər verirlər. Hövsanda yerləşir. Hövsanda. Mənim axırıncı videoma baxsaz görərsiniz. Qabağıma kebabzad düzüblər. Super bir şeydi də, super. Memran da yox, sakrir bilmirəm. Yalan deyirəm. Ha, belə şeydi, bekara şeydi. Mən gələcəkdə yıldırsam bura belə başdan, o başdan belə iri, hündür, 3 metrlik bir şey yıldırmaq istəyirəm ki, hər tərəf şey olsun. Allah haqqıcım. Mənim də adım Nicatdır, həqqimi. Allah haqqıcım, mən də deyirəm, bu nə danışır? Mesela o bəziləri kayd edəcək, o bir ikisi var. Başlayacaqlar sonra kişi danışmam. Ulya, pişif değil bu. Bugün paşlı pişif, kartofu da pişif paşlı ama. Tabak hocam kırılır mı? Ha, kırılır. 5 dakikada pişse temiz pişecek. 5 dakika. Dəsmal da təmizdir ha, bəyəkləri yumuşdur. Bəyəkləri bax bununla yumuşam, Faberlikin şeylərini. Gül kimilər. Yo, yerim zat deyil aşağılar. Kimsə ağzına yedi yerim olur lan. Yox, qaqa. Yox, qaqa. Yox, qapa. Suyunda çox çəkməsin, buxarında pişsin. Nedir, ay? Yox, qapa. Qabağa mən də aşırırım, nedir yoxsa? Ola xanım, nə deyirsən? Qırma bıçağı yavaşca batır, pişdiyini bilərsən. Belə kəsdim taxtayla bildim ki. Az qalıb, 5 dəqiqə. Bu çörəyi alırsan, günlərlə xalabinkdə saxlamaq olur. Yox, qapa. O biri çörəklər Allaha ağır getməsin. Bircə gün qalandan sonra oxalanır. Amma bunun nə oxalanması var, nə bir şey var, elə qəşəkdir ki. Hələ bu da yox ha, nömrə 1-in çörəkləri. Ekstra baton yox. O birisi, yoxsa ekstra baton o birisi vididimi? Ya da nömrə 1 idi. Bax, onlar daha qəşəkdir. Bıçaq batıb kartofa bax pişir. Yaxşı, bu batır. Ana, batır. Batır, hə. Hamısına batır. Batdı. Necə danışıram, elə yazmışam, elə bil yanımdasan. Mənim öyle üzrə də danışsın. Soku da tökür. Bir damcı qalmış. Tuğkan da bura qoyaq. Deyirəm, suyu çəkilsin ki, yağa düşsün dana. Suyu çəkilməyib ha. Soku biraz çoxdur, nə varım, onda belə yiyəcəm, soklu yiyəcəm. İkizə dəqiqədə qoydursun. Xodunu aldım. 101K'ya az qaldı. Hə, 101K olana kimi yiyəcəm.
Kankan deyir ağzın bağla pişsin də. Deyirəm ağzın bağla pişsin də. Uşaqlar, Canciyərə də takip atın, mənə də takip atın. Sonuncu videoya da bir dənə baxın. Ekranda 101 koyunda onu. Bu Canciyər çox gözəl yerdir. Hövsanda yerləşir. Çox super bir yerdir. Onunla bağlı yaxşıca bir dənə də belə video paylaşacağam. Prosta videonu düzəldim. Gələk, yaddaşım doğulubdur dünən. 3 dənə proqram sildim ya. MyGo-vu sildim, OneDrive-ı sildim. Bir dənə də şey sildim. O T-Arts proqramı var. Hamısını sildim. 3 dənə. Kamran yaxşıdır, şükür Allah, danışırım. Adam yanlış. Bax. Tıklayacaqlar. 80 kalır. Boş uçmayın, barcı nədir? Bazı nədir abi? Yoxsa aşpaz oğlan bacım olur reis. Dərsi Allah. Hər qısa geyinənə mən üzdən olaraq xanım mı deyirik? Yox. Ona görə də hər yemək pişirənə də bacı demirlər. Ağırlı olun. Hər hicab bağlayan dindar olmadığı kimi. Ekran tıklayın uşaqlar, zəhmət olmasa. 101K'ya çox az qaldı. Qəşək, bir dənə hamı tıklasın, 38'dir. 40'a kimi bir dənə tıklayın. Yox, başa düşdüm. Mən də ümumiyyətlə deyirəm da. Onun kimi deyil. Mən də sözcəş deyirəm. Nə işin var, sizi tanımıram, siz mənə artıq heç nə demirsiniz. Bir dənə ekranları. 101K, ay maşallah, çox az qaldı. Bax, qəşək. Yağa düşsün də, ağzını açsam yağa düşmüş ya. Düşüb deyir ki, yağa buta. Həm də sokunu da qoyacağım, sokunu da yiyeceğim, yox. Hə, uşaqlar, yiyirəm mən. Qutadı geçsin. Acımdan ölürəm, sən alın. Göy yeməyimin üstünə vurum, elə. Hə, göy yeməyin üstünə vurum. Bura vurmayayım. Bura vursam, yaxşı olmayacaq. Öz yeməyimin üstünə vururam. İki dənə sandalət götürüm. Sandalət də yoxdur, hamısı şeydir. Bu indi bunları normal boş götürüm. Bunu bir də axşam yerik. 101 oldu. Ay, çox sağ olun uşaqlar. Allah razı olsun. Qoyduğunuz cavabını özünüz izah edə bilərsiniz. Qoyduğunuz cavabınızı özünüz izah edə bilərsiniz. Nə cavab? Cavab nədir? Renginə bax, qıpqırmızı oldu uşaqlar. Aras süpermarketlərində inanılmaz indirimlər, kristal hücum maddelerimiz sadece 1 manat 58 qəpik. Siz harda? Aras orada. 2-3 hərflidirsə, 3 niyə 2 hərflidir? Yox, onu cavab bilməyəm, da ona görə sizə yazmışam. Ki, siz mənə deyin. O nətər olur? Mən onu bilmirəm, Toba. Ay, zarafatsız renginə bax. Qıpqırmızı çıxdı. Nuş olsun, sağ olun. İnşallah dadı da dadlı olur. Nuş olsun, çox sağ olun. Telefon niyə belə durur? Noxud vurmuşsan? Yox, noxudum zad yoxdur.
da qəşəngdir. Mənim xoşum gəlir, yeməkli yüngül var, şirin tam olur. Yox, mənim elə bu çörək xoşuma gəlir. Bu çörəyi çox yeyirəm. O bir çörəkdən şey eləməm. Hə, özüm pişirirəm hər dəfə. Pay elə. Magazin lazım oldu, çıxart bir şey. Qızım, məhərsiniz yumurtadan başqa heç nə pişirə bilmir. Hər adam eləmir. Mən məcburam özüm pişirməyə. Bir şeyə sevinirəm ki, məcburam. Pişirəndə sonra normal bir şey çıxır. Yoxdur turşum, yox aşağılar, yoxdur. Xiyar pomidor da qutardı. Ona görə belə qalmışam. 3 manat turşu lazımdır. Tuba. Ata var. Burasını qopardım. Hadi qopar, hə? Bu sənin zat tuba öyrənət, hə? Boşdadır. Mən Hirdalanda yaşayıram. Xırdalanda yaşayıram. Xiyar pomidor yev alacağım bir günləri. Düşürəm araza. Gedim axşam alım. Soğan soy. Mədəm ağrıyır. Soğan çox yeyəndə, turşunu da çox yeyəndə mədəm ağrıyır. Pomidoru da çox yeyəndə. Mən ancaq şey pişirəm. Xırdalanın mı? At heykəli tərəfdə aga. Kristal 2-yə yaxın. At heykəli tərəfdə. Mədəniyyət evin yanında. Yox, əziz çəkmə. Turp alacağım, turp. Bir də qış aylarında qəşəng dadır. Qırmızı turp. Mamam həmişə alırdı rayonda. Universitetim Xırdalandadır, universitetim İçəri şəhərdədir. Niyə özüm pişirin? Tək yaşayım da. Qanlarla. Hə, ayətərlə, mandatsını şey eləmişəm. Tək yaşayıram çünki mamam rayonda işləyir. O da rayonda rahatdır, rayonda yaşayır. Mən də universitetim Bakıdadır. Və rayonlarda inkişaf eləmək olmur deyə Bakıya gəlməyə hamımız məcburuq cavanlar. Ancaq Bakıya gəlib sonra özümüzə bir həyat qura bilərik. Bəlkə. Yox, kimdən qorxarsan? 20 yaşım var, adam gəlmir mi? Kimdən qorxun? Qapını bağlayıb içəridə otururam da. Allah haqqı tez pişdi, bilsən niyə? Çünki mən bunu hər vaxtdan şey eləmişəm. Yox, kəsirim zad yoxdur, bir dənə imtahan vermişəm. O imtahandan da bir günləri mən aşağı gözləyirdim, amma Z aldım. Züyünə də o, T aldım. Sağ olsun, zərbətiliyə getmək üçün müəllimə şərait yaradıb. Zərbətiliyə düşə bilərəm, kəsilmədim də, yəni zərbətlikdən. Takip atanlar təşəkkürlər. Yox, mən pis insanlarla aram yoxdur. Xörəyə tomat vurma, niyə? Bu qışı ətdir. Əti rayonda daimcil kəsir. Qəşək körpə heyvan deyən, əti çox qəşəkdir. Çox da dəhşət qaynatmamışam. Mən 5-ci-yəm, 2005. Rayon ətidir, Tovuzun ətidir. Daimcil özləri ara-ara ət kəsib satır.
onlardan götürürük biz də. Qəşəng birlikdə halaldır. Heç nə eləmirlər. Özləri yaxşıcı kəsirlər. Tozluyam. Məndən bir yaş balacasan. Nə olar da Allah ömür versin. Daim adı Anar da uşaqlar, usta. Qəşəng ustadır. Bizdə Rus məktəbdə qalıb. Sülü nətdə yaşayır? Sülü kimdir? Demiş olsun, sağ olun. Hə, yox, rayondadır o. Hər dəqiqə kəsmirlər əti, kəsəndə də hamı alır. Bir də rayonda qəşəng ət yeri mən bilirəm. Bizim evimizin aşağı taksimaton tərəf şiş papağın yanında dostumun atası kimi kəsir. Onlar da qəşəng et kəsir. Nə ustası? Ümumi ustadır, hər şey. Belə evi qəşəng başdan ayağa remont edirlər, tikirlər, remont edirlər. Bizim rayonumuz Bakıda, rayondakı evi daim özü eləmişdi. Allah rəhmət eləsin, hamamız adı hörməyə, babam hörmüşdü. Amma bütün kosmetik işlərin zadı hər şeyi daim eləyib. Büyünə qədər də üstündən 10 il keçib ev elə bir təb-təzədir. Onun iftanın özündən lasıdır deyil. Mən uşaq olanda evi dağıtmamışam. Aboyu yeməmişəm, aboyu gəmirməmişəm. Elə uşaqlar var, Allah göstərməsin, Allah ağır getməsin. Elə bir uşaq yox, küçük balası saxlayırsan. Bu boyda. Onda deyirsən ki, uşaq ola, amma prosto həyətdə də evin yerin olar uşağı saxlamağa. Uşaq gəmir eləyir, qab dağıdır, aboy yiyir, aboy yazır. Oranı yazır, buranı yazır. Mən bir dəfə qorxumdan, bir dəfə paltarımı tüləmək istəmişdim balaca vaxtda. Bilmədən ütüyü qoydum, palazda ütüyün izi qaldı, yandı palaz. 20-5-imi də yıxdım, dedim mən köçərəmişim nələmkilə. Sonra mamma deyir, başın işləmir, cəhənnəmə yansın deyir. Sən Kədəmirdən deyir, mazərəm mi yetiribsən deyir, bir dənə ona deyir, şey eləyəmsə. Dedim, ayaqma, mən də qaçıb gedirəm, görürsən, çıxım gedim. Deyir, cəhənnəm olur ki, sən onlara dolayı. Universitetə Rusca oxuyuram, hə? Нельзя, откуда ты хорошо знаешь русский язык без акцента? У меня бабушка русская, она меня с детства научила. И самое главное, я окончил русский сектор. Там в районе русская школа была. Одна. Qəşəng pişir. Dadlıdır. Akşam yiyeceğim. Akşama da hazır yemeğim var. Salam, kime 2005 kredi lazımsa yazsın. İnanmayın aşağılar. Her bir yerim inanmayın. Yani bu ətin burası mənə xoşuma gəlmir. Bəlkə olur. Bizdə axşamdır. Nə olur? Axşamda? Qaranlıqdır. Yemək qutarı soymadı. Qaynar dərədə. Ya iz tovuza, tovuz. Kim Rus dilində tovuz deyəndə elə bir deyirəm oğuz. Tozdanam deyəmirəm, amma deyəmirəm ki, ya iz tozdanam. Deyirəm ki, ya iz tovuza. Bu da deyir oğuz, deyirəm tovuz. Deyir oğuz nə var? Deyirəm tovuz. Azərbaycan deyəndə nə olur? Nə var? Deyirsən, ya tozdanam, tozdan. Oğuz. Oğuz hansı tərəfdədir? Oğuzdan var mı burada kimsə? Tozun özündənəm, rayonun özündənəm. Gəlsin tozu, Havaq gəldim ha. 3-5 gündür gəlmişəm tozdan. Şək tərəflər. Oğuz qəbənə, 3-5 gündür gəlmişəm. Ya, eşit qazad lazım deyil. 200 tıkladı bəs.
120 tıkırırsınız da Allah sizi var eləsin. Mən də tozluyum. Hə, bayramda tozdaydım. Çox gözəl idi tovuz. Həqiqətən. Çünki bəzi başdan xəstə mənlə yaşlı uşaqlar var ki, imkan vermirdilər. Hər bayramda gic davalar salırdılar, səs hərəkətlər edirdilər. Şükür Allaha indi onların əksəriyyəti əsgərlikdədir. Şükür. Paltarın ikinci qanadı Oğuz. Hələ şəki tərəf, hə? O cebində, hə? Salam, mən Oğuz. Ay, nə gözəl. Kondolurlar o. Adam söyləyir, Ruslan nə dedi ki? Mama aşağısının adını çəkib. Yoxsa papa aşağısının. Ruslan, mənim qanımı qaldırmayla. Elə eləməylə ki, gecə saat 12-də bir də görəsən ki, Aynəvətdən səs gəlir. Mahnı oxuyur. Nicat qol qanat qaldırıb belləyir. Biz mehriban aynəyik, biz mehriban aynəyik, gəlin dostlar, deyək günək. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir. Məhəbbətin yaşadıq biz. Sən, şuraya. Tozun özünə. Ülker xanım, təşəkkür edirəm. Boş qaba denəyib çörək sürtüb, sən kasıbçılıqdır. Ya yedim, prosto da tüvəni də deyir, bir dənə çörək yarısı qalmış, onu yemək üçün. Çörək, nə deyir? Kimsə işləyir dedi ya sorsan. C ilə başlayan oxuyanmadı. Qaqa nə yiyirsən? Bozu baş. Elvin kim daha uşaqlar? Aras supermarketlərində inanılmaz endirimlər. Kristal X3 modellərimiz sadəcə 1 manat 58 qəpik. Siz harda? Aras orada. Aras'da yeni indirimlerimiz var. Sen beni delilerden deli kıskandın. Kələm baş, necəsən? Sağlığın, sən necəsən? Yox Burak, aktyor deyiləm. Ola bilərdim. Onlardan nəyə bəsi idi? Amma eləmədilər. Mən aktyor götürmədilər. İnanmıram ki, bu səs sizdən çıxır. Pardon söz. Deyirəm, Fadım öyrəndə işləyir. Kim edir Ayşe'yi görəsən? Hansı o şeydir ki, xişməm xəbərim yox. Ay, onu çıxart, hə. Baxın, hansı padruqam deyir, görün Allah. Nəm deyir, qövqət üstüydən yazıq seni hardan bilsin. Mənə maraqlı gəldi, görüm o nə deyir. Dedi o da. Zat yesə də, Ayşəxar, bax, yedim, qarnıma baxsan ola. Bax. Bilmirəm, hara gedir. Çox, Allah quşu mənim özümə də yer eləyir, heç xoşuma gəlmir. Bu hara gedir? Mən yiyirəm, mən kökəlmək istəyirəm zarafasız. 60 neçə kiloyam? Mən 75 zat istəyirəm, alınmır. Baba, bağışlayın. Bağışlayın, yamayım. Yamaymış ama adayda hakkı. Karnımın içinde şişirir, ancak buraya bakma şöyle verir değil mi? Bilmirəm ne o. İmtahandan 35 bal yazıb müəllim. Mənə zərbəçi olmaq üçün 33 bal lazım idi. Mən həyatdan ümidimi kəsmişdim, I knew cars. Eləmi? Mən 17 gözlüyürdüm ki, maksimum 17 yazacaq. Müəllim 33 də yox, 35 yazıb. 72 balla imtahana keçdim. Bilirsən mi? Yəni zərbəçi ola bilmə şansım hələ də var.
Takip atanlar, var olun. Bət kəsilmişdi, mən elə fərz eləmişdim, onu kəsilməmişdim. Yox, mən reklam eləmirəm uşaqlar. Aras süpermarketlərində inanılmaz endirimlər. Kristal X yükü maddelerimiz sadece 1 manat 58 qəpik. Siz harda? Aras orada. Belə eləyəndə başı exo verir. Aras'da yeni indirimlerimiz var. Dalaşdım, qovuldum, zarafat edirdim da. Kim idi mən dalaşqım? Allah qata da bilərəm ora. Quran haqqı deyirəm, kəsilməmişəm. Aynanı örtüm elə. Örtüm. Şu qapıyı örtüm. Axşama tərəf soyuyacaq. Bəyək gün var idi. Amma baxma da, indi soyuyacaq hava. Örtüm məncə. Birazdan soyuyacaq. Çünki şu həqiq görsən ki, külək gəlir. Mənim səsimdir. Mama bəyə elə sevinə-sevinə zəng eləmişəm ki, çünki mama demişdim ki, ay mama, məndən daha zərbəçilik gözləməyin. Öncə mən getdim. O da dedi, heyf, ay bala, heyf. Kaş dedi, şey eləyərdin. Niyə belə qalır, Kaş dedi, zərbəçilik qayıdıb təzdən ola bilərdin. İndi təzdən mən dedim ki, zərbəçi olacam, Evimizə gəlir. Turaza oxşuram, onun başıma keçəm. Aşoğlu, mənim təmizliyə qarşı titizliyim zadım həmişə var idi. Məni yəni əvvəlcə zarafatsız çox adam elə bilər tim aynasından, yox. Şey də yoxdur. Əlaqəsi yoxdur. Mən özüm də həmişə təmiz olmuşam. Rayonda deyil olmuşam da. Bədmən dəraq. Nə bileyim, adına zarafat deyil. Məndə yəni həmişə təmizlik olubdur. Mənim canlıma lap əzəldən baxanlar varmı? 10 nəfər mənim canlımda olanda, nə bilim, 50 nəfər olanda, 100 nəfər olan vaxtlarıma baxanlar bilirlər. Kim çoxdandan şey olubsa. Yox, mənim səsim də mən oxşadıram sadəcə, Mən zaten, bak göstərir, burada var da neçəsi. Yox, evin 300.000-nin qiyməti nədir? 95'ə mən başlanğıc start qiymət vermişəm. İstəyənlərə indirim də olacaq. Xırdalanda yerləşir. 2 otaq da 55 kvadrat da, ölçüsü balaca da 300.000 nə dayı? 300.000. Araba yaraşır 300.000. Heç alanda o qədər qiymət deyildi. İndi prosto üstündən kil keçir. Xırdalanda zaten ümumi evlərin qiyməti artıbdır. Yerləşim yerinə baxanda, mərkəz hissədə olduğunu götürəndə 95.000 qiymət normaldır əşyalarla birlikdə və təmirli şəkildə. Qazın, suyun, işığı dayanmır. Bax, belə. Hər şeydə var. Kupsada bu yaxınlarda oca veriləcək. Evi satsan, üstəyən olsa verərəm. Həyət evi düşüyor ürəyimə. Bir dənə həyət evi, qəşəng. 4 otaq saat. Böyük bir dənə kuxnyası. O gün 85 deyil. Axım, 85, 1 il əvvəl demişəm. Bu evlərin qiyməti qalxıb. Boş evi əşyasız şəkildə 100 min aşağı verən yoxdur. Xırdalanma problem deyil. Dünən mən Xırdalandan 28-ə 43 dəqiqəyə çatmışam uşaqlar. 43 dəqiqəyə. Mən Papanində yaşayırdım, şəhərin mərkəzində. 10 dəqiqə mən metroya gedib, metrodan 28-ə gedənə ilə mənim 50 dəqiqə vaxtım keçirdi. Buradan mən minirəm avtobusa, avtobus yolu bombalan boşdur. Günün hansı saat olursun, avtobus boş olur. Gedirəm, avtovağzalda zadda düşürəm, ya da ki 119 ya E2 ilə zaddan gedirəm 20 yanvara. 20 yanvardan danrı 10 dəqiqəyə 28-dir. Xırdalanda yerləşir. Mədəniyyət evindən üzbəüz binadır. 9 mərtəbə binanın 9-cu mərtəbəsidir. Lifti zadda var. Yəni 3 metrdə məsəl şeydə, hündürlüyü evin. Mənim rayonda işləyirəm, gəlib burada nətər qalsın. Mənim yanımda yalanan, mən dalaqa var. Mənim də belə yaxşıdır, özgür olmaq lazımdır, biraz rahatçılıq. Mən yeri gəlsə tək yaşamaq çox xoşuma gəlir. Dəhşət xoşuma gəlir. Yəni, bəlkə mən öyrəşmişəm belə. Amma mənim çox xoşuma gəlir. Anamı da çox istəyirəm, anamla da yaşayıram ömür boyu. Ana ilə yaşadım ya tək yaşadım, fərqi yoxdur. Amma böyle təkliyə də çox öyrəşmişəm. Heç kim işimə qarışmır, heç kim mənə demir dur, heç kim demir yat, heç kim demir o qav orada qalıb onu yu, heç kim demir nə bilim paltarını belə elə. Hər şeyi öz zeynimdə, öz düşüncəmlə həll edirəm. Ona görə də vaxtında qavım da yuyulur, paltarım da yuyulur, evim də səliqəli olur, hər şeydə də, yəni hər şey özüm edirəm. O rahatdır. Ev mənimdir.
O qabı yuyacam. Burası sinirimdən ha. Mən ona görə kökəlmirəm də ha. Duran kimi. Yedim qurtardım, qabı yudum elədim, dayanmıram. O risiləm. Ona görə də bütün ərif gedir. Camaat yeyir, gedir yatır. Bir 2 saatda şirin yuxalır, o bədən bütün belə həzm olunur, pırtlayır, çıxır. Mən də tək qalam gənclikdə. Nə gözəl, gənclik yaxşı yerdir. Təkliyə bir dənə bir şey pisdir ki, çox öyrəşmək. Gələcəkdə problem yaradır adama. Yedin qutardın, şükür Allah. Sən tək öyrəşirsən, gələcəkdə ailə ilə, uşaqla qalanda başını götürmür, dəli olursan. Kim alasıdır özümüz? Bəli, sərqəli olmalıdır. Mənim evim pisdir, amma gənclikdə olsa da. Düzəltdirərsən vaxtı ilə, Allah sapır getirsin inşallah. Mən də eləyəm, oyda, nə badə evə 3-5 dənə artıq adam gəlir. Çox istədiyim adam gələndə mənə yox, səsləri başıma düşmür. O ki də belə normal adamlar da prosto gəliblər, elə bil özümü bizə nə hiss eləyirəm, mən adamam, düşmüşəm meşənin ortasına. Mənim səsli günlərim qarşıdadır. Sən axı evi satırdın. Bu xanım başqa necəsə etqetliyib. Mən deyirsiz yəqin ki. Mən deyirsiz satırdım, mən indi də hələ də fikrimi dəyişməmişim. Mən də tək qalmaq xoşlayıram, 3-cü kursam elə 3 ildir tək yaşayıram. Tək qalıram. Bax, mən 1-ci kursda dostumla yaşayırdım. Sonra bir kurs belə qaldı, 2-ci kursda mən keçdim. Bazı bir otaqda yaşayırdım, yan otağa keçdim, tək qaldım. Həqiqətən öyrəşmişdim, qalanmırdım. Şimdi tək qaldım. Orada bir otaq idi. Orada da bax, səliqəli səhmanla zaten saxlayırdım, yeyirdim. Niyə satırsınız? 3 otaq. Bu gələcəkdəki o səsə öyrəşmək üçün heç olmasa bir dənə artıq otaq olardı. Köpək oğlu dünyaya gələndə, ya köpək qızı dünyaya gələndə salardım otağa, yerə dur otururdu. Martda yox, bəlkə fevralda getdim rayona. Bəlkə fevralda, dəqiq deyil ha. 2 həftəlik buraxılış olsa, 1 həftəsini fevralda gedərəm.